Salam əziz şagirdlər, xoş gördük hər birinizi. Bugün 7-ci sinif kimya dərsliyindən səhifə 61-də olan tapşırıqların izahına baxacağıq. Gəlin öyrəndiklərinizi tətbiq edinlə başlayaq. Aşağıdakı sxemi dəftərinizə köçürün. Bu sxemi dəftərinizə köçürdəcəksiniz. A variantına baxaq. Xətləri oxlarla əvəz etməklə verilmiş sxem əsasında süxurların bir-birinə çevrilməsini əks etdirən sxem tərtib edin. Yəni biz bu sxem əsasında yeni bir sxem tərtib etməliyik və bunları oxlara çevirməliyik bu xətləri. B variantında nə deyilir? Oxları hansı istiqamətdə seçməyinizi əsaslandırın. Deməli, biz burada maqmatik süxurları çökməyə çevirəcəyik. Çökməni metamorfik süxura çevrilə bilir. Biz qalın seçimini çevrilə bilir. Daha sonra metamorfik çevrilə bilir maqmatik süxura. Çökmə süxur maqmatikə çevrilə bilir. Belə başqa rənglərlə göstərək. Yaşıl rənglə göstərək. Çökmə süxur. Bax, çökmə süxurun rəngi budur. Çökmə süxur çevrilə bilir buna. Biraz aydın şəkildə çəkim. Bir dəqiqə. Deməli, maqmatik süxur çevrilə bilir çökmə süxura. Çökmə süxur çevrilə bilir metamorfik süxura. Metamorfik süxur çevrilə bilir maqmatik süxura. Daha sonra maqmatik süxur çevrilə bilir metamorfik süxura və çevrilə bilir çökmə süxura. Bunu çəkmişəm sizdə. Deməli, daha sonra bunları qeyd etdik maqmatik süxurda. Metamorfik süxur həmçinin çökmə süxura çevrilə bilir. Çökmə süxur da həmçinin baxın, maqmatik süxura çevrilə bilir. Belə olaraq hər biri demək olar ki, bir-birinə çevrilə bilir. Yəni maqmatik süxur çökmə süxura çevrilə bilir, çökmə süxur metamorfik süxura çevrilə bilir, metamorfik maqmatikə. Maqmatik metamorfikə, maqmatik çökməyə çevrilə bilir. Yəni belə olaraq davam edir bunlar. A variantında, B variantında yerinə yetirmək olar ki, indi öyrəndiklərinizi yoxlayına baxın. Birinciyə baxırıq. Obsidian, qranit, bazaltın tərkibi və xassələri üçün ümumi olan nədir? Gəlin, deməli, obsidian, qranit, bazaltın tərkibi, deməli, silisium O2-dən təşkil olunub. Bu, hər üçünün də, obsidianın da, qranitin də, baxın, bazaltın da, hər birinin tərkibi silisium O2-dən təşkil olunmuşdur. Və bizə deyir ki, xassələr üçün ümumi olan nədir? Yalnız xassələr üçün ümumi olan odur ki, bunlar hər biri maqmatik süxurlardır. Biraz bunu kiçik yazaq. Deməli, bunun üstündən tərkibini yazaq. Xassələrinə isə yazaraq. Deməli, qələmi incəldək biraz. Hər birisi hər ikisi maqmatik süxurdur. Bu qədər. Birinci sualımızın cavabı bu. Keçək digər rənglərə baxaq. Yəni digər rənglərlə üçü də fərqli rənglərlə edəcək. 2-yə baxırıq. İfadələri uyğun olaraq Eyler-Venn diaqramına əsasən ayırın. Deməli, birincidə bizə əhəngdaşı və mərmər verir. Deməli, gəlin bunları uyğunlaşdıraq. Birinciyə baxırıq. Davamlı və bəkdir. Mərmər davamlıdır, həm də bəkdir. Məsaməlidir. Əhəngdaşı, mərmər daha doğrusu aid etdik. Bəs biz burada mərmərə aid etmişik metamorfik süxura. Metamorfik süxurda davamlıdır, bəkdir.
Məsaməlidir, çökmə süxurlar. Çökmə süxurlarda bizə burada verilib əhəng daşı. Yəni əhəng daşı çökmə süxurlara aiddir. Məsaməlidirə də əhəng daşına yazdıq. Baxırıq, əsas tərkibi kalsium CO3-dür. Mərmərin də, yəni metamorfik süxurların da, çökmə süxurların da hər birinin tərkibi, əsas tərkibi kalsium CO3-dür. Üçü də hər ikisinə aid etdik. Gəlin keçək digər üçüncü tapşırığımıza. Azər stəkanda olan suda müəyyən miqdarda xörək duzu həll etdi və onu günəş işığı bol düşən yerə qoydu. Bir müddətdən sonra su tamamilə buxarlandı. Stəkanın dibində kiçik duz parçalarından ibarət təbəqə əmələ gəldi. Sonra onun üzərinə ağır bir əşya qoydu. Bir neçə gün sonra bu təbəqənin sərt və möhkəm olduğu müşahidə edildi. Duzlu göllərin dibində əmələ gələn xörək duzu təbəqəsi hansı süxurlara aiddir? Bunlar çökmə süxurlara aiddir. Burada da bizə deyir ki, yəni bu buxarlanandan sonra duz suyun stəkanın dibinə qaldı, yəni çökdü və buxarlandı, yalnız duz qaldı. Bu da yazırıq birinciyə, yəni A variantına. Yazacaq ki, çökmə süxurlar. Çökmə süxurlara aiddir. Oxuya bilirsiniz, demirəm bu hissəni. B variantına baxaq. Bu süxurda tədricən hansı dəyişiklik baş verir? Bu süxurda sərtləşmə baş verir, yəni yumşaq çöküntü var stəkanın dibində. Bunun üstünə də ağır bir bax, bu hissədə demişdik ki, ağır bir əşya qoyur. Ağır bir əşya qoyaraq o da başlayır sərtləşməyə. Yəni, sərt süxura çevrilir. Sərt süxura çevrilir. Bax, bunundur. Alınan bu mineral hansı süxurlara aiddir? Deməli, burada alınan mineral, yəni sərtləşən bu süxurda, yəni duzun sərtləşməsi nəticəsində hansı mineral əmələ gəlir? Halit. Bu halit adlanır. Bu mineral halit adlanır. Yəni halit mineralı əmələ gəlir. Bu da yenə çökmə süxurlara aid olur. Bu qədər.